Çox yaxşı xatırlayıram. İlk dəfə Mehdi doktorun yanına gələndə təşvişlə, həyəcanla və qorxu ilə gəlmişdim. Tərəddüd elirdim ki, görəsən bu 7 seansla səpkilərin keçməsi realdır, yoxsa biraz şişirdilmiş. Bundan əvvəl bir çox doktorda prosedurlar keçirmişəm, dərmanlar içmişəm, ancaq heç bir xeyir etməyib. 7 seansın sonunda bütün səpkilərim təmizlənib. Artıq güzgüyə baxanda üzümün tərtəmiz və rahat olduğunu hiss eləyirəm. Üzümdə səpkilər olan dönəm özümə çox kompleks eləyirdim. Evdən çölə çıxmırdım, aynaya baxa bilmirdim, heç bir yerə getmirdim. Sizə məsləhətim olar ki, boşuna vaxt itirməyin və Mehdi doktorun yanına gəlin. Bacımın sayəsində gəldim Mehdi doktorun yanına. İnşallah 3 aylıq seansa başlayırıq. Yaxşı olar nəticələrimiz. Artıq Mehdi doktorun yanında 4-cü seansımdır bu günləri və əvvəllər üzümü yuyarkən, yəni səhərlər dəraltı səpkilər daha çox hiss eləyirdim, amma artıq dəraltı səpkilər yoxdur, komedonlar yoxdur. Olsa belə aktiv sızaqlar bir dənə olur və ya ümumiyyətlə olmur. Çox razıyıq biz. Hər şey üçün çox sağ olun. Ən böyük problemlərimdən biri filtrsiz şəkil çəkmək idi. Amma sonradan Mehdi doktorun yanına gələndən sonra üzümdəki problemlər yavaş-yavaş başladı azalmağa. Uje seansları bitirdim, müalicəm yavaş-yavaş bitir. Sonra birinci dəqiqə prosedura gəldim. Üzüm çox yaxşı oldu. Sonra indi ikinci prosedura gəlmişəm. Demək olar ki, bütün komplekslərim azad oldum. Bir də üzüm idi. Təmiz evdə qapanmışdım. Nə bilim, heç nə həvəsim olmurdu. Demək olar ki, problemi səndə üzümdəymiş ki. Sonda isə demək istəyirəm ki, mən bu komplekslərdən azad etdiyi üçün başda Mehdi doktor və onun kollektivinə çox-çox təşəkkür edirəm. 3 ay bundan qabaqki Humay xanımla bugünkü Humay xanımın arasındakı fərq sizcə nədədir? 3 ay öncəki Humay çölə rahat çıxa bilmirdi, avtobuslardan rahat istifadə edə bilmirdi, əsasən də makyajsız vəziyyətdə güzgü qabağına keçə bilmirdi, özümə kompleks edirdim, amma indi rahat şəkildə nəqliyyat vasitəsindən istifadə edə bilirəm, güzgü qabağına çıxa bilirəm, makyajsız vəziyyətdə insanlarla əhatədə otura bilirəm, işığa qarşı olan fobiyam keçib artıq, amma bir ay fasilədən sonra gəlmişəm, heç bir aktiv səpki yoxdur üzümdə, mən razıyam. Tövsiyəm də odur ki, üzümdə aknesi olan insanlar əsasən heç kimin tövsiyəsinə qulaq asmasın, aptekdən heç bir ləvazimat istifadə eləməsinlər, doktora müraciət eləsinlər, əsasən də Mehdi doktora.